Əziz Təzəkənd kənd cəmaatı, sizi görmək bizim üçün həqiqi mənada xoşdur. O səbəbdən xoşdur ki, biz layihəmizdə Təzəkənddə iş görməyi sevə-sevə bir ildir planlaşdırırıq. Mən bundan əvvəlki fəaliyyətlərimdə Təzəkəndlə də bağlı işlərimiz olub və eyni zamanda bir təşkilat, İctimai Birlik rəhbəri kimi Təzəkənddə də bir neçə ailəyə dəstək dayanmış və onlara avadanlıqlar vermişik, onların kiçik sahibkarlığını təmin etməyə çalışmışıq. Hal-hazırki layihəmiz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Ekoloji Təmiz Dünya naminə icmaların maariflənməsi və davamlılığın təşkili layihəsidir ki, onu da Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi həyata keçirir. O İctimai Birliyin sədri mənəm, Natəvan Əzizova. Uzun illərdir mən məişət zorakılığı haqqında belə deyək, həm qanunun icrasına, eyni zamanda məişət zorakılığına məruz qalan istər qadın, istər kişi, istərsə də ki, uşaq, bütünlükdə ailələrin problemləri ilə məşğul olan insanam. Amma bugün sizinlə elə bir layihə ilə gəlmişəm ki, demək olar uzun illər gördüyüm fəaliyyətin tam fərqli bir tərəfdən yanaşmasıdır. Amma yenə də deyək ki, nizamnamə tələbinə uyğundur. O səbəbdən məişət zorakılığına məruz qalmaq öz yana qadınlarla işlədiyimiz üçün bugünkü haqqında danışacağımız problemlər elə bilavasitə qadınların problemlərinin biridir. Təmiz dünya, ekoloji problem ailələrimizdə ən çox qadınlara, ilk baxışda qadınların qarşılaşdığı problem olur. Çünki evdə işin görülməsi, təmizliyin edilməsi, o təmizlik zamanı yaranan məişət tullantısının atılması, onun kənarlaşdırılması bilavasitə evdə qadınlar tərəfindən icra olunur. Mənim təşkilatı missiyamdan irəli gələn fikrim idi ki, sizə çatdırdım ki, biləsiz bizim təşkilatın işi nədir? Amma konkret olaraq bizim bu layihəmiz 8 kəndi əhatə eləyəcək. Rayonun 8 kəndi, rayonumuz 25 kənddən ibarətdir. Onun 8 kəndində biz məişət tullantılarının toplanması, daşınması və gələcəkdə onların geri dönüş prosesinə cəlb edilməsi layihəsini işləmişik. Bu layihə uzun illərdir bizim təşkilat olaraq fikrimizdəydi, amma bir ildir onu reallaşdırmaq üçün layihənin hazırlanması və agentliyə təqdim olunması ilə məşğul. Digər kəndlərdə görüşlərimiz olur. Yəni, qalır Təzəkənd, Yuxarı Cürəli, bir də Ovçubərə sizdən sonra. O bir kəndlərdə biz müsbət cavab almışıq. Yəni, hamısının rəyi müsbətdir ki, bu məişət tullantıları toplansa, mütəmadi toplansa, çox yaxşı olar. Biz tək təşkilat olaraq məişət tullantılarının toplanması üçün MMC-nin yaradılması işi deyil. Eyni zamanda bu MMC-ni istəyirik ki, əvvəldən nizamnaməsində elə və MMC-nin fəaliyyət kodlarında elə fəaliyyətlər qeyd eləyək ki, həmin MMC gələcəkdə kəndin abadlaşması və yaşıllaşması işini də icra edə bilsin. Çünki MMC-nin əvvəldən fəaliyyət kodlarını düzgün qoymasaq, o, təbii ki, o işləri görə bilməyəcək. Sizlə görüşümüzün əsas mərzi odur ki, biz bu işi görmək üçün mütləq sizlərdən dəstək almaq. Kənd icması razı olmasa, kənd icması o xidmətə cəlb olunmasa, kənd icması sözləşmə, yəni müqavilə sənədini imzalamasa, biz o xidməti heç cürə edə bilmərik. Çünki Əskərabad kəndi dedi ki, bizim 800 evimiz var, təsərrüfat yox, 800 ev. Biz birinci mərhələdə ən azı 500 müqavilə ilə gələcəyik. Biz də hesabatı aparırıq, görürük ki, onunla 2 kəndi birləşdirsək, həftədə 2 gün olmaqla orada 2 fəhlə, bir traktorist işi normal şəkildə icra edirik. Yəni, biz müqavilələrimizi bilməliyik ki, hər kənd icmasından bizim nə qədər, belə deyək, MMC ilə düşünməlidir ki, bizim xidmət göstərəcəyimiz ailə ev var
Və ondan sonra 2 mi, 3 mi bu 8 kənd üçün biz komanda qurmalıyıq. Sizin müqavilələriniz olmasa, biz bu xidməti göstərə bilməyəcəyik. Məsələn, 2 provider var kəndimizdə, internet provideri. Biz normal şəkildə 25 manat veririk. 25 manat. Amma məişət tullantısının toplanması üçün 3 manat məsələsi gündəmə gələndə Ağarkənd görüşündə, bu konfidensiallık deyil, amma deyəcəm, icma görüşümüzün biri çox yüksək səviyyədə oldu, digəri bizə belə, bilirsiniz necə yanaşdı? Pul yığmağa gəlmişsiniz. Pul yığmağa gəlmişsiniz ifadəsi... Üzr istəyirəm, orada elə boşluğa adamlar yığışmışdı, 100 oynayanlar. Ona görə aldım. Siz oradaydınız? Mən bələdiyyə sədriyəm. Üzrlü sən. Yəni ki, icmamızın biri, yəni bir icmada, bir icma, onlar da ayrılıqda icmaydı. Onlar çox normal, müsbət şəkildə yanaşdılar. Digər icmamızda isə artıq o cür yanaşma, amma sonunda biri qayıdıb deyir ki, 100 manat mən verəcəm. O narazı segmentin özündən deyir, mən 100 manat verəcəm. Ehtiyac yoxdur. Yəni, bir il üçün 36 manat məbləğində bizim kommunal xidmət haqqıdır ki, həmin işin müqabilində də MMC həftədə 2 dəfə məişət tullantısından söhbət gedir. Da həyətinin zirin, zibilin, nə bilim mən heyvanının çıxarını məişət tullantısı adı ilə vermək, bəli, ola bilər. Deyər ki, xidmət göstərirsə, əlavə, o yenə indi yox, gələcəkdə o şirkət deyirik də, artıq MMC həmin vaxtda şirkət adlanır. Həmin şirkətlə vətəndaş müqaviləsini ya yeniləyir, ya əlavə ödəniş ödəyir. Deyir ki, mənim məişət tullantımdan əlavə bir də belə bir çıxar var. Bunu da aparmaq üçün sərf eləyəcək, ya taksi çağıracaq, göndərəcək, maşın çağırıb göndərəcək zibil, yaxud da ki, onlar daşıyacaq. Yenə də bu irəliki məsələlərdə şirkətlə vətəndaşın özünün münasibətlərindən yaranacaq, necə quracaqlar, onların öz işidir. Bilirsiniz, yəni mən dəfələrlə görüşlərdə də demişəm, biz şimal kəndlərinə gedirik, indi bizdə turizm yoxdur da, belə. Amma əslində biz də kənd turizmi qura bilərik. Kənd turizmi üçün gözəl meşə, gözəl dağ, gözəl çay falan lazım deyil. Kənd turizmi, inəyim var, toyuğum var, cücəm var, qoyunum, keçim var. Kənd turizmini fikirləşirəm ki, mən kənd turizmi qururam. Turizm şirkətlərinin biri ilə bağlaşırıq. Onlar kənddə elə olur da müraciətlər ki, gəlir, heyvana da özü baxır, südünü də sağır, nə bilim, pendirini də gedəndə yağını, pendirini, cücəsini də alır, çıxır gedir. Bunun da adı kənd turizmidir. Yəni, bu özü də bir məşğulluq sahəsidir də. Yəni, biz deməyək ki, biz elə Muğamdayıq, bizim görməli yerimiz yoxdur və bizdə turizm mümkün deyil. Yəni, bu özü də bir fəaliyyət sahəsinin biri kimi hesab oluna bilər. Yəni, mənim sizə demək istədiyim, bu layihə çərçivəsində qurulacaq bizim bu fəaliyyətimiz əslində bu fəaliyyətin davamlılığıdır ki, mən direkt sizə o haqda danışdım. Bizim layihəmiz bundan sizlərlə görüşdən əvvəl 5 təlim keçib, 10 nəfərlik işçi qrupu formalaşdırıb, o işçi qrupu gələcəkdə MMC-ni yaradacaq. Yəni, gələcəkdə növbəti aydan MMC-ni yaradacaq. Artıq biz 10 nəfər bir, belə deyək, ekoloji təmiz dünya naminə fəaliyyət göstərəcək 10 nəfərlik bir ekip qura bilmişik, komanda qura bilmişik. Onlar maariflənib, emisiya qazlarının haqqında onlar bilgi alıblar, atmosferə atılan zəhərli qazlar haqqında, nə bilim, digər də mövzular çox idi. Artıq biz 10 nəfərlik bir işçi qrupu formalaşdırmışıq. Onlar da düşünürəm ki, irəlidə özləri də yeni bir o cür komandalar formalaşdıra biləcək. Amma icma görüşlərində əsas məqsəd layihənin davamlılığını icmaya çatdırmaqdır ki, davamlılığımız bizim MMC-nin qurulması və bu xidmətin göstərilməsi. İndi sizin fikriniz bizim üçün önəmlidir. Siz bu icmada bu layihəni görürsünüz, görmürsünüz, bu MMC-nin fəaliyyəti baş tutacaq, tutmayacaq. Təbii ki, sizin həm fikirləriniz, həm də ki,
bəlkə də tövsiyələriniz yerində olardı, biz də ondan bəhrələnərdik. İcazənizlə. Deməli, bu çox gözəl layihədir. Bu layihə sizə təşəkkür edirik. Çox sağ olun, minnətdarım. Bu çox aktual məsələdir. Bugünkü günün ən aktual məsələlərindən. Mən çox istəyərdim. Bu bütün kəndlərdə həyata keçsin. Allahın köməliyi ilə burada həyata keçər. Cəmaət də razıdır. Mən cəmaətin ümumi adından danışaraq demək istəyirəm ki, yəni işlədiyim dövr ərzində qısa müddətdə mən müşahidə edirəm ki, hamı bu məsələyə getməyə hazırdır. Sadəcə bu və digər formada olan məsələlər olacaq. İndi bu görülən işlərdə inşallah ola bilər xırda para çətinliyimiz olur, onu da önləyəcəyik. Yəni hamılığa bu məsələ çox əhəmiyyətlidir, kənd əhəmiyyətlidir, çox gözəl layihədir. Təşəkkür edirəm sizə görə. Mən də fikirləşirəm. Buyurun siz. Həqiqətən də bu layihə vaxtından hələ gecikən layihədir. Çox sağ olun ki, siz bu işin üstünə ötüb ağır yükü üstünə götürürsünüz, bu işi görürsünüz. Həqiqətən də kəndlərdə böyük bir problemdir bu. Zibilliklər nə qədər bələdiyyələr təmizləsə də, eləsə də mümkünatı yoxdur. Ancaq o təşkilat yaranandan sonra hamı öz işini biləcək və siz dediyiniz kimi, ola bilsin həmin təşkilatın kimisə bir təmizlik işi olacaq, müraciət edəcək, müqavilə bağlayacaq ki, bu işlərini görəcək, pul qazanacaq, həmin təşkilatda orada kimsə dolanacaq da. Ancaq ən əsası odur ki, həqiqətən də ekoloji təmizlik olacaq. Kətdə o kanalların pamperslə doludur, kalçuk qablarla doludur, zirzibillə doludur. Ən az onu qarşısı alınır. Özü deyilən də mümkündür. O adam ki, o nəyəsə pul verəndə, o biri olur, uşaq işləyir, gətir atasına pul verir, atası da atır otun içinə, uşaq alatır otun içindən götürür, deyir, valla mən verəndə heç otun içindən götürür, indi beləcək. O zəhmət çəkəndə, pul verəndə, amma öz işini biləcək ki, təmizliyi qorumaq lazımdır. Sağ olun, var olun, biz də dəstək verəcəyik, kömək olacaq. Nə cür lazımdırsa, bu işi həyata keçirməyə, axıra qədər gedəyən bu işi həyata keçirdək. Hamının problemidir, hər bir evin, hər bir ailənin problemidir. Çox sağ olun. Bilirsiniz necə, sizə bir olmuşu diqqətinizə çatdırım. Pandemiya müddətində hamımız içəridə idik də. Heç kəs bayra çıxa bilmirdi, toylar, şadlıq evləri, hər şey bağlı idi, maşınlar da az işləyirdi. Hesabatlarda göründü ki, 6% atmosferə atılan zəhərli qazlar, emisiya qazlar azalır. 6%. Deməli, biz də o məişət tullantılarını ya yandırırıq, ya yerə bastırırıq, gələcək nəsil üçün bomba bastırırıq, yandırırıq, bugünkü dünyamızı yandırırıq. Yəni, o ekoloji təmiz dünya deyəndə hamımızın evidir. Heç kəs düşünməsin ki, mən darvazamdan içəridə yaşayıram, aldığımız hava evimizin içində eynidir, həyətimizdə eynidir. Bastırırıq zibilləri, vallahi o min illərlə əriməyəcək, çürüməyəcək şeylərdir. Biz gələcəyimiz üçün potensial bombalar bastırırıq aşağıda. İndi rayonumuzda bir zibil məişət tullantısı olan poligon var. İndi bilmirəm, ikincisi gələcəkdə hazırda açılar, açılmaz. Yəni onun açılması üçün sizin, mənim və qeyrisinin işindən irəli gəlmir də, fəaliyyətindən. O hava kütləsinin axını, əhali yaşayış məsafəsi ölçülür. Orada yandırılanda, nə bilim mən, neynədiləndə, çeşidlənəndə o insanlara ziyan vurması, o da hesabatlanmış bir şeydir. İndi ola bilsin ki, bu tərəfdə bu xidmət olandan sonra, indi rayon rəhbərliyi də, gigiyena epidemioloji stansiyada, bəlkə Cəlilabadla bu aralarda nəysə, yəni o artıq dövlət qurumlarının görəcəyi işdir. Lazım gələr, məsafə uzaq olar, buradan tullantına Muravlovka, Muğankəndə aparmaq uzaq olar və həmin şirkətə maliyyəti baha başa gələr. O da məsələ qaldırar qurumlar qarşısında, bəlkə bu yaxınlarda yeni bir poligon açıla bilər. Yəni, və düşünürük ki, gələcəkdə buradan topladıq, o poligona apardıq, işimizi bitirdik olmasın. İnanın ki, mən bu layihəni işləyəndən ta bugünə qədər də ancaq dost, tanış, uzaq, yaxın imkanı olanlara bir informasiya edirəm. 150.000 manat dəyərində avadanlıqda. Bunu kim ala bilər? Ki, gəlsin, o məişət tullantıları poligonunda onu qursun və nəysə istehsal eləsin.
kisələrmi, saplarmı, belə bu plastik qablarmı? Yəni inanın ki, mən bir ildə bununla paralel onu da axtarıram ki, gələcəkdə bir donor gətirək ki, burada gəlsin, qursun, amma avadanlıq bahadır da, yəni ona bizim bugün imkanımız yoxdur. Ən azı 100 neçə mindən başa gəlir. Ona görə inanın ki, mən onu da düşünürəm ki, buradan yıxaq aparaq, ora dökməyək. Bunu da geri dönüşümə çevirək, sıfır atıqla biz oradan çıxaq. Məsələn, mən Qala kəndində böyük bir zavod var, onun muzeyi də var. İnanın, o həmin şeylərdən elə gözəl məhsullar istehsal olunur. Çünki elə atılan məhsullar var ki, şüşə 100 dəfələrlə onu çevirsən, emal eləsən yenə şüşədir, polietilin eyni şey. Yəni onlar çevriləndə yenidən çevrilir və yeni məhsula çevrilir də. Bu itki yoxdur, indi təsəvvür edək. Biz onu bastırırıq yerə, bir dünya qərinə nə qədər varsa orada qalacaq. Ona görə mənim odur sizinlə gəldik bu görüşü keçirək və sizin belə deyək, müsbət fikirlərinizi alaq, rahat gedək ki, sözləşmə sənədini icma rəhbərlərinə verəndə, icma rəhbəri də icma liderləri ilə görüşsün. Siz burada oturanların əminəm ki, hər biri öz məhəlləsinin, öz əqrabasının bir önüdür, lideridir, icma liderləridir. Biz bunu ilə məhdudlaşmaq istəmirik. Biz istəyirik ki, bələdiyyələr və icra nümayəndələri ilə bağlı bir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir pəncərə yolu ilə, belə deyək, qrant elan edən təşkilatları bir pəncərə üsulu ilə maliyyələşdirəcək. Onda biz özümüz də təşkilat olaraq onlara müraciət edə biləcəyik. Yəni, tək bu layihə ilə yox, digər layihələrlə də biz sizin görüşünüzə gələ bilərik. Yəni, digər layihələr də gətirə bilərik. Bir ictimai birlik rəhbəri kimi mən bütün həyatım nə qədər varsa, mən vətəndaş yönlü fəaliyyətlər icra eləməyə öz-özlüyüm qarşısında söz vermişəm. Təmizlik, gözəllikdir. Mən kəndlərlə işləyirəm, o kəndlərdə iş görürəm. Sən Xarmandalda hazırda var, Bədilidə var, Bağbanlarda var. Bağbanlar Zəhmətəbad bir bələdiyyədir. Orada var. İndi baxırsan, biz də çox əziyyət çəkirdik təşkilat olmaqla. Onları bu kollektivlərdən, o sadəcə raşıqqa qoydurmuşum, yığılsın, başqa fəsad törətməsin. Hər həftə 2 dəfə onları mən də yıldırırdım. İndi yaxşılıqdır, şükürlərlə onlar işləyir həmin sahədə. Bizdə də qəbul olsun keçsə, öz əlimizdədir, inşallah yaxşı olar. Allahın köməkliyi ilə biz də çalışarıq, bizə nə düşür onu eləyək. Mən sözləşmə sənədini ümumi icra nümayəndələri ilə görüşdə sizə verəcəm. Sözləşmə sənədi küçənin bir xəyalına, çünki siz onu tək eləyə bilməyəcəksiniz də. Siz də öz növbənizdə icmanızın həmin şəxsləri dəvət edib, onlara sözləşmə sənədini verib, ilkin mərhələdə o sözləşmə sənədi bizim tərəfdən sizin ayırdığınız şəxs olacaq. Çünki bizim bugün heç nəyimiz yoxdur, sıfır. Boş yerdə biz nəsə qurmağa çalışırıq. Ona görə biz əl birliyi ilə bunu etməliyik. Sağ olsun rayon icra hakimiyyətinin başçısı bu məsələlərdə bir dəfə də olsun turş söz göstərmədi. Bununla bağlı mən rəhbərliklə danışanda bilirsiniz, böyük sevinclə yanaşdı və o səbəbdəndir də ki, rayon kənd icra nümayəndəsi və bələdiyyə sədrləri də çox aktiv şəkildə yanaşırlar və biz o quru torpaq üstündə salınmış yurdu yaratmağa çalışırıq. O sözləşmə sənədlərini siz imzalayarsınız, biz hesabata apararıq, görək 8 kəndə 2-mi, 3-mü komanda qurmalıyıq. Çünki o müqavilə olmasa biz heç vaxt yola çıxa bilmərik. Və xidmət göstərildiyi müddətdə, yəni ay ərzində müqavilə sənədini göstərəcək. Siz də ödənişinizi çeklə alacaqsınız. Çekin biri qalacaq digər əməkdaşlar, bir çek qalacaq. Siz də o çekinizə bir dənə taxarsınız, mismar, gündəlik taxarsınız, 12 dənə, 36 manatımı mən ödədim. Yəni, o da xidmət müqabilində sizin xidmətinizdə olacaq və düşünürəm, bayaq dedim, eyni zamanda tək bununla məhdudlaşmaq fikrimiz yoxdur. Kəndimizdə olmayan bir yaşıl, ağac, gül, bir, belə deyək, çox ucuz başa gələn
gül və ağac kollarının satışına qədər təmin edək. Nədən ki, o tinkliyi salacaq MMC olmayacaq, mən öz həyatımdan verəcəm. Olmayacaq, mənim 1 hektar torpağım var, onu da verəcəm. 1 hektar çox deyil, 3-5 sota yer lazımdır, münbit yer ki, orada... Bizim tanışımız var Bakıda, həmin o işlə məşğuldur. Gülçülük gətirəcəm də şeylərini verir də. Tinklər. Tinklərin verir, bəli. Nə qədər lazımsa, indi köçürməklə olur, nə olacaqsa, beləsi, yəni o... Yəni çalışacaq ki, ucuz maliyyət, maliyyəti ucuz. Bir var, kimsə gətirsin 5 manata, insan ala bilməsin, bir var olsun, topdan gətiriləcək, verəcək, 1 manatlıq. Təbii ki, 1 manata insanın, qadının da evdən o 5 dənə yumurtasını da verib, onu alıb əkə biləcək. Yəni biz onu da, biz axı heç nə deməyək, etməyək, deyək ki, niyə yoxdur? Yəni bu insana yaxınlaşdırılmalıdır, gətirilməlidir, qoyulmalıdır. İnsan dönə-dönə hər şeyi görəndə, onun üçün də maraqlı olur. Bəzən, bax, indi kişilər biraz gülə çiçəyə bəzən də az meyilli olur. Amma daha çox görəndə, biz həyətdə gül əkəndə, yoldaşım deyərdi ki, əvvəl yanacaq inşallah. Yarı zarafat, yarı gerçək. İndi gülə məndən daha çox baxır. Yəni o, belədir də, yəni icmanı da o istiqamətə fokuslamaq lazımdır. Daha çox olanda, yanında, ətrafında olanda onun üçün də maraqlı olur. Məndən bu qədər. Mən sizin vaxtınızı çox almaq istəmirəm, amma sizin fikirləriniz bizim üçün dəyərlidir. Hər bir fikriniz dəyərlidir. Sizin reaksiyanızı görürəm, ancaq... Yox, sağ olun, mən yoldaşlarla razılaşmıram. Yox, müsbət reaksiyanızı bayaqdan görürəm. Elə gözəl fikirdir, vallahi. Başa gəlsə, ona bəyənmirəm. Ağır işdir. Ağır işdir, çox ağır işdir. Ayda hər ev üçün 3 manat. Sağlamlığımızdır. Yəni, burada digər kəndlər də 3 manatla, yəqin ki, o xidməti göstərə bilirlər ki, 3 manat dəyərləndirilir də. Yəni, ondan o çərçivədə biz də fikirləşdik ki, yəqin onlar onunla işi görə bilirlərsə, deməli, bu məqbuldur. İnternet kimi sonra qaldırmıyor. Yox. Hə, internet 15 manatla başlayıb 25-ə qaldırdılar. Yox, indi yəqin ki, hal-hazır ki, mən belə öz-özlüyümdə də hesabat apardım, gördüm uyğundur. Hoş gəlmişsiniz. Çox gözəl Təşəkkür edirəm. Allah kömək olsun. Ancaq bir şey var ki, ekologiya sağlamlıq. Ən birinci gələcək nəsil üçün, yaşlı nəsil üçün sağlamlıq hər insana lazımdır. Biz buna hamı razı olacaq. Bizim kənddə çox humanist, ondan sonra gözəl insanlar. Ancaq elə burada icra nümayəndəsi, bələdiyyə burada olmaq, cəmaat burada olmaqla elə bunu deməyim səbəbidir. Sağlamlığın birinci növü küçədə itlər var. Onun rəhbərlər də, siz özünüzdə var, hara lazımdır, hamısı qoturdur. Burada yatır burada, uşaqlar hamısı burada vəlbol oynayır. O əli topu götürəndə onun əlinə düşür, keçir, onun hamısı qastayı tutacaq. O sağlamlar. Mən sizdən çox belə yerdən göyə razı, bu çox doğru buyurursunuz. Mənim də qarşılaşdığım ən böyük problemdir. Yəqin ki, rayon rəhbərliyi, kənd rəhbərliyi deyir bunu. Əmin olun ki, deyir. Deyir, amma bəzi məsələlər var, o onların da qarşısını alır. Çünki onu o qədər belə global bir faciəyə çeviriblər ki, hə, bəs bir dənə it, nə bilim, nə oldu, amma fikirləşmirlər ki, o itin etdiyi fəsad əhaliyə hansı və dolayısıyla yox, birbaşa dövlətə necə böyük təsir edir. Əgər o uşaq xəstələnir, o uşağı həkimə aparır, həkim təbib ona dövlət hesabından tədbir görür, bu bilavasitə dövlətdən çıxan zərərdir. Yəni, orada bir dənə qotur it var, onun dövlətə nə ziyan olacaq? Xeyr, dövlətə dəyən ziyan o uşağa orada edilmiş, bölgə edilmiş xidmətdir. O xidmət hardan gəlir? Dövlətin puludur. İti öldürməyə icazə vermirlər. Yəni, bu deyilən o problemdir. İndi onunla bağlı mən bu məsələ ilə, bu gedişatda, bunun hesabatında da onu hazırlayıb hesabatın içində də təqdim edəcəm. Yenə də rayon rəhbərliyi ilə lazım gələcək digər qurumlara da bu barədə məlumat verəcəm. Çünki mən də qarşılaşıram. Çox həddindən artıq yara, may. Hamısı yatır,
Bir yerin yere düşdü, küçə, onlar evlərə, qapılara. Və eyni zamanda təsərrüfatlara da ziyan vurur. Heç kəs toyuq cüzəsini bayıra da çıxarda bilmir o itlərin əlindən. Yəni bu şikayətlər var, digər kəndlərdə də o söhbətlər getdi. Sağ olun. Gələcəkdə də qismət olsun daha faydalı layihələrlə sizin görüşünüzə gəlmək qismətimiz olsun. Təşəkkür edirik hamınıza. Vaxtınızı aldıq, üzürlü sayın. Biz bundan sonraki işimiz icra nümayəndələri iləndir. Onlar da sizlərlə görüşəcək. Təşəkkür ederim. Onun əsas pul məsələsi, onu kim yazar, nətər yazarlar? Bayaq dedim, yəni Maliyyə orada əsas. maliyyəsin, biz müqavilələri imzalayandan sonra o maşın ki gələcək artıq burada mənim 500, 400, 300 müqaviləm var. O bir dənə xahiş edəcəm sizdən, o müqavilələri bağlayanda küçələri, bir nəfər buradan, bir nəfər o biri küçədən çalışaq küçə-küçə bu məsələləri həll edək ki, zamanla o işçi də o küçənin sakinləri tanısın. Yəni pərakəndə biz bu işi görə bilmərik. Bir küçə, iki küçə, üç küçə hazırdır. Yəni Ağarkənddən çıxacaq, gələcək o üç küçə, birazdan şu dördüncü küçə dövrəyə girəcək. İlkin mərhələdə bələdçilərlə gəzər. Mütləqdir. Yəni biz indi Müqavilə bağlayamayanlar nə olacaq? müqavilə bağlamayan problem onun özünün Zaman düzələcək. bağlayacaq, o baxacaq ki, sənin həyətin təmizdir, küçəndəki həyət təmizdir. Bilirsiniz, Tədbir görür. İndi onu demək istəyirdim, qardaş dedi. Bilirsiniz, yəni cərimə deyəndə xoş səslənməyən bir ifadədir. Yəni, hər hansı bir nəzərdə tutulan normativ hüquqi akt icra olunmadığı təqdirdə mütləq bunun arxasında bir hüquqi yanaşması var. O da cərimə mexanizmidir. Məsələn, mən öz evimin kameranı qaldırıb qoymuşam artıq yuxarı. Əvvəl ancaq darvazama yönlənmişdi. Qaldırıb qoymuşam yuxarı artıq 2 zibil tökülən yeri kontrol edeyim. Artıq o 2 yerdə mən arxayınam. Heç kəs onu gətirib zibil atmayacaq. Yəni, o cərimə mexanizmi iş icra olunmayanda dövrəyə girməlidir. İşi ya sevə-sevə eləyirlər, yaxud da ki, usulla eləyirlər. Cərimə də etmirsənsə, etməlisən deməkdir. Axı o zibili aparıb atır, cücəsi ölüb, getirir atır su övzəsinə və yaxud da ki, kollektora. Axı o digərini yazıq deyil, onun da həyətində bir 30-40 dənə cücəsi var. O cinayətkardır və bizdə yuxarıda atırlar, məsələn cücəni. Cinayətdir. Aşağıdan yüzlərlə adam xəstələnir. O bravo cinayət edir. Əlbəttə ki, yəni bu yazıq gözünü dikdiyi 30-40 dənə həyətində cücəsi var, sən bir dənə ölü cücəvi gətirib atırsan su övzəsinə, nəinki cücəsi, özü, uşağı, kənd yeridir, insanlar pilləkənin yuyur, gəlir sirkisini yuyur, kanalda, arıqda falan filan. O sudan vurur, yuyunur, o infeksiya belədir, infeksiya ilə mikrob var ki, 100 dərəcədə qaynadırsan, heç ölmür. Yəni ki, bax bu səbəblərdən, keçən dəfələrdə mən xəstəxanaya getmişdim, həkimin yanında keçəndə belə gördüm, həkim dedi ki, filan yerə getmirsən, uşağı gətirib ana, dedi hə, dedi artıq 5-ci müraciətdir. Filan yer, da indi demirəm, o filan yerə artıq həkim anında dedi ki, bu xəstəlik filan yerə getmirsən, idmanla bağlı, dedi ki, filan yerə getmirsən, dedi hə. Dedi, yəni ki, idman zalı belə baxanda hamıda uşağın təmiz geyindirir, keçindirir, göndərir, amma idman zalında belə o infeksiya var. Vasiylə də hamısı bir yerdə yüklədir. Yaxşı, təşəkkür edirəm. Biz yazdıq bunu da, eləmi? Uğurlar olsun, sağ olun. Allah işləvən